Nasılsınız? Demek yeni ilin primerkalarını elədik bugün. Ay, yeni ildə elə gözəl geyimləri hazırlamışıq. Bu arada fevral ayında solo konsert etmeyi düşünürəm. Yanvar ayı boyunca hazırlıklarımız gedəcək. Harda olacaq demirəm. Ama bilin ki inşallah ki hər birinizi gözləyəcəm və inanın o kadar maraqlı şovlar hazırlayıram sizin üçün. Yani bilirəm ki o konserte gələndən sonra deyəcəksiniz ki wow, nə vaxt olacaq bir də bunun konserti. İşte böyle. Yeriyle sayılı günler kaldı. Biz de ne yedik? Primerkamıza yedik. Bu defa farklı bir şey giyinecek. Zaten bizim Navran konsertimiz de farklı olmuştu. Onda da sizinle beraber çalışmıştık. Şimdi gelmişim eve eşitmeler ki gelmişim. Eve gəldimsə, pijamalarımı geyindimsə, belə bu saçla story paylaşdıramsa, demək bugün nə yenirik? Yemək pişiririk. Nə pişirirəm? Bugün evdəyəm, daha doğrusu olan işlərimi həllədim, gəldim. Fikirləşirəm ki, bugün qəşəng buğlama eləyim. Yanına da qəşəng dəndən düyü eləyim. Mən elə sevirəm açığı. Belə onu elə yeyirəm də. Nə düşünürsünüz? Bu arada bugün özümü dəhşət gözəl görürəm. Bilmirəm niyə. Məncə kipriklərdəndir. Bu kiprikləri mənə Ülker xanım hədiyyə eləyib alıb. Çox bəyəndim bunları. Qızlar, qərarımı dəyişdim. Bu günlərim buğlama yerinə ət sote eləyəcəm. Yəni ət qovurması. Bunu pomidorlu, biberli, soğanlı eləyəcəm. Düşündüm ki düyünün yanına bu daha gözəl olar. Soğanları xırda-xırda doğradım. Qəşəng qızıl rəngi alıb. Ümət atacağım içinə. Suyu çıxsın. Qəşəng. Sonra biberlərimizi atacağıq. Sonra da pomidor atacağıq. Balaca da üstünə su əlavə eləyəcəm ki, qəşəng belə popur-popur pişsin. İstəsəz tomat da vura bilərsiniz. Mən məsləhət görərdim ki, bir qaşıq biber tomatı, bir qaşıq da pomidor tomatı vurasınız. Ona daha dadlı olur. Mən belə verəcəm. He kızlar, bax belə hazırladım. Bu mənim ən sevdiyim düyüdür. Vermeşillə olan. Bir də bunu siz bir də necə sevirəm mən. Şəhriyə deyirlər, arpa şəhriyə deyirlər. Bilmirəm, dəqiq adını yalan deməyim. Bu da mənim ət sotem. Bəh-bəh, nyam-nyam. Bizə nuş olsun. Göz haqqınızda halal eləyin. Bir də mənim qızım. Qızım. Ona qurban. Qızım, baxım nə rəngdir o? Aranjıvı. Bunu eləmə də, biri gözəl olsun da kızım. Hanı ki səninki? Aha, sen bunu, bax bunu. Bu sənin, bu ananın. Yox, bu sənin, bu ananın. Ana. Ana qırmızı rəçəksin. Sən də sarı. Sarı çək, sarı. Hanı sarı? Sarı. Sarı hanı göstər? Uyu. Bu da sarı. Gel. Gel şeker. Ay Allah ne güzeldi bak. Gel bak. Bak bu kırmızı. Bunu görene ne güzel çaymıştı. Niye böyle elədin? Olmaz öyle kızım. Bütün bu. Adam paltarını mı çeker?
Və bunu mən niyə almışdım bunu? Bu anası ölmüşünə günə qoyubsan cırıq-cırıq. Və bunu niyə almışdım? Bunu almışdım ki bundan bunları çəkəsən. Adam paltarını eləyər qızım. Şikayətə gəl. Deyirəm batırdım da. Batırdım paltarını, baxın. Baxın batırdım. Kim elədi? Ana! Ana elədi? Yazıq ana. Yazıq ana. Yazıq ana. Gəl yanıma. Tez ol, gəl otur. Sən yalan danışırsan, sevgi. Yalan danışmaq olmaz. Sən özün. Vurma kızım ora mikrop. Elini vurma, mikropa vurma elini. Mikrop pis. Gedirik gəzməyə Sevgi xanımla. Bugün onun günüdür. Ana bala gəzirik. Valla mikrop. Hə. Gidiyor hoppalara. Bu arada Sevginin uşaq əyləncəsini aparıram. Ülkə xanım da gəlir ora, rəfiqəm bilirsiniz. Biraz oynayacaq Sevgi ilə, sonra da özümüz qız-qıza oturacaq. Sevgi xanımla gəlmişik Bilisləndin uşaq əyləncəsinə. Oğlum indi burada oynasın geçək. Kızım. El ele. Çok sağ ol. Sumka tak. Ay sağ ol. Sen ne bilirsen böyle takıl. Gel. Aha. Ay sağ ol. Davay. Ay sağ ol. Hoppa. Az ne güzelsin. Yok.